Müşviqabat hövzəsində kanalizasiya kollektorları və tullantı su təmizləyici qurğular tikilir. Bu işlər Prezidentin Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair imzaladığı 2026-2035-ci illər üçün dövlət proqramı çərçivəsində həyata keçirilir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin iri şəhərlərin birləşmiş su təchizatı xidmətinin tikilməkdə olan obyektlərin müdiriyyəti Bakı şəhəri və Abşeron rayonu ərazisində yeni kanalizasiya kollektorunun və tullantı suların təmizlənməsi qurğularının tikintisinə başlayıb. Bu layihələr çərçivəsində Müşviqabat hövzəsində gündəlik məhsuldarlığı 75 min kub metr olan tullantı su təmizləyici qurğunun tikintisi həyata keçirilir. Ümumi uzunluğu 18,9 km olan Müşviqabat hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun 15,2 km hissəsi mikrotunel tipli, 3,7 km hissəsi isə kanalizasiya kollektorudur. Bundan əlavə inşa olunacaq 30 şaxtanın altısında işlərə başlanılıb. Layihə Xırdalan şəhərində 28 may, Müşviqabat, Hökməli və Aşağı Güzdək qəsəbələrində formalaşan tullantı sularının idarə edilməsinə, həmçinin Ceyranbatan su anbarının ətrafında formalaşan qurunt sularının təmizlənməsinə və ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edəcək. Bu tipli layihələr xüsusilə mikrotunel texnologiyaları ilə qurulan kanalizasiya şəbəkələri müasir və dayanıqlı olması ilə seçilir, əhalinin məmnunluq səviyyəsinin yüksədilməsinə şərait yaradır. 2025-ci ildə icrasına başlanılan layihənin 2028-ci ildə tamamlanması nəzərdə tutulur. İşlər mərhələli şəkildə aparılacaq, inşaat zamanı ekoloji standartlara və təhlükəsizlik qaydalarına ciddi əməl olunur. Layihələr yeni infrastrukturun formalaşdırılmasına, mövcud şəbəkələrin təkmilləşdirilməsinə, onların ötürücülük qabiliyyətinin artırılmasına yönəlib. Bununla yanaşı, tullantı suların fasiləsiz daşınması təmin ediləcək, su basma riskləri azalacaq, sistemlərin istismar səviyyəsi daha da yüksələcək. Görünən işlər tullantı sularının daha müasir və təhlükəsiz şəkildə təmizlənməsinə, ekoloji mühitin qorunmasına, əhalinin kommunal xidmətlərə çıxışını yaxşılaşdırılmasına mühüm töhfə verəcək. Bu tipli layihələrin tam başa çatdırılması Bakı və Abşeron yarımadasında su və kanalizasiya infrastrukturunun dayanıqlı, səmərəli fəaliyyətinin təminatına xidmət edir.